Çingiz sizə nə dedik, dediniz getmə. Mənə deyirsən, amma mən də sənə deyirəm ki, getmə. Deməli, sizə çox önəmli şeylər deyib. Bəli. İndi demək olmazmı, 30 il keçib arada. Yox. O qədər önəmli idi mi? No, gündəmdə olan məsələlərə aid. Onsuz da orada-burada söhbətlər var. Mən həqiqəti sizə deyirəm. Amma Çingizin sizə nə dediyini deməz. Dedi mən məhtəl qaldım. Məhtəl qaldım. Bir sözlə. Özümüzünkülər mi eləmişdi o üz göz? Onu mu deyirdi Çingiz? Heç kimə deməyəcəksiniz.